Bəzən həyat insanı elə bir anda yaxalayır ki, nə tamaşaçı anlayır, nə də səhnədə olan sənətkar. Azərbaycanlı məşhurun qardaşı 1966-cı il təvəllüdlü Ataxan Sədioğlu Qurbanovun vəfatı da məhz belə sarsıdıcı bir anın içində baş verib. Məlumata görə o Bakı şəhəri Səbail rayonunda yerləşən Atatürk mərkəzində keçirilən tədbirdə çıxış edib. Səhnədə ifa, alqışlar, musiqi, hər şey adi bir sənət gecəsi kimi davam edib. Lakin ifasından cəmi 3 dəqiqə sonra Ataxan Qurbanovun halı qəfil pisləşib və onun ürək çatışmamazlığından dünyasının dəyişdiyi bildirilib. Bu xəbər cəmiyyət arasında dərin kədər doğurub. Çünki ölümün bu qədər yaxın, bu qədər qəfil olması insanı sarsıdır. Səhnədə ayaq üstə həyat dolu görünən bir insanın bir neçə dəqiqə sonra həyatdan köçməsi həm ailə, həm sənət cəmiyyəsi, həm də tamaşaçılar üçün ağır zərbədir. Qeyd edək ki, mərhum Aşıq Telli Borçalı kimi tanınan Telzadə Sədi qızı Qurbanovanın qardaşı idi. Sənət aləmində tanınan bir ailənin bu itkisi təkcə doğmalar üçün deyil, onu tanıyan hər kəs üçün ağrılıdır. Səhnə onların həyatının bir parçası idi və məhz o səhnədə bu cür vida etmək taleyin ən ağır yazılarından biri kimi görünür. Bu hadisə bir daha xatırladır ki, həyatın zəmanəti yoxdur. İnsanın bir anı digər anına bənzəmir. Bugün alqış sədaları altında olan biri bir neçə dəqiqə sonra sükutun içində qala bilər. Ürək-damar xəstəliklərinin qəfil və xəbərsiz gələ bilməsi də ciddi müzakirə mövzusudur. Xüsusilə 60 yaş və üzəri şəxslərin mütəmadi tibbi müayinədən keçməsini vacibliyi belə hallardan sonra daha çox gündəmə gəlir. Ataxan Qurbanovun vəfatı həm ailəsi, həm də onu tanıyanlar üçün böyük itkidir. Geridə isə həm səhnə xatirələri, həm də 3 dəqiqəyə sığmayan bir ömür qalır. Allah rəhmət eləsin.